Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün sizlərlə bir yerdə Fizika 2025 dim test toplusunda Ümumdünya Cazibə Qanununa aid testlərin izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olmağı unutmayın ki, digər dərslərində izahları gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq birinci sualımızdan. Şərtdə deyilir ki, Ümumdünya Cazibə Qanunun düsturu hansıdır? Biz bilirik ki, Ümumdünya Cazibə Qanunun düsturu F bərabərdir J vuraq M1 M2 bölək L kvadratı şəklindədir. Bu da fikir versəz D bəndində verilmişdir. İkinci sualda da eynisi soruşulur. Yəni Ümumdünya Cazibə Qanunu qeyd etdik ki, J vuraq M1 M2 bölək L kvadratıdır. Y bəndi doğrudur. Üçüncü sualda qravitasiya sabiti hansı ifadəyə təyin olunur? Bunu soruşur. Bax, buradan tapacağıq. Yəni J-ni bizdən soruşur. Fikir versəz, burada bir kəsirimiz var. Kəsirin qarşısında olan kəmiyyət biz bilirik ki, vurulanda sürətə çıxacaq. Yəni burada artıq J vuraq M1 M2 bölək R kvadratı olacaq. F-in aşağısına 1 yazsaq, çarpaz vuracağıq. Bax, gördüyünüz bu şəkildə olacaq. F vurulsun R-in kvadratı bərabərdir J vuraq M1 M2. Buradan J-ni tapsaq, F R-in kvadratı bölək M1 vuraq M2 şəklində olacaq. F vurulsun R-in kvadratı bölək M1 vuraq M2 D bəndi doğru cavabdır. Qrafikdə sabit ədədi qiymətcə. Bunu əzbərləməyə ehtiyac yoxdur. Baxın, bayaqlar aldığımız düstur var idi. Hansı ki, J bərabərdir F vuraq R-in kvadratı bölək M1 vuraq M2-dir. Məxrəcdən başlayırsınız oxumağa. Yəni necə? M1 və M2 gördüyünüz kimi kütlədir. Və R də nədir? Məsafədir, hansı ki. Bunların hər birini 1 ilə ifadə edəcəyik. Yəni, məsafəmizə 1 metr deyəcəyik. Cisimlərin kütləsinə də 1 kiloqram deyəcəyik. Deməli, onda, baxın, aralarındakı məsafə 1 metr olan və hər birinin kütləsi 1 kiloqram olan iki cisim arasındakı F, cazibə qüvvəsinə bərabər olan kəmiyyətə qravitasiya sabiti deyilir. Deməli, baxın, cavab B bəndində doğru verilmişdir. 5-də. İki cisim arasında məsafəni 2 dəfə azaltdıqda onlar arasındakı cazibə qüvvəsinin qiyməti necə dəyişər? Bayaqlarda qeyd etdik ki, F bərabərdir J vurulsun M1 M2 bölək R kvadratıdır. Artıq burada məsafənin 2 dəfə azaldığı qeyd olunur. Yəni R 2 dəfə azalır. R-in 2 dəfə azalmağı demək artıq R kvadratı olduğundan məxrəcin 4 dəfə azalmağı deməkdir. Və bu zamanda F məxrəclə tərs asılı olduğundan deməli artıq 4 dəfə artmış olacaq. 4 dəfə artar. A bəndində doğru cavab verilir. 6-da iki maddi nöqtə arasındakı məsafəni 4 dəfə artırdıqda. İndi məsafə 4 dəfə artır. Məsafə 4 dəfə artırsa R kvadratı olduğundan deməli kəsirimiz burada gördüyünüz kimi 16 dəfə artacaq. 16 dəfə artdığından artıq F məxrəclə tərs asılı olduğundan 16 dəfə azalacaq. Cavab olacaq Y bəndi. Keçək 7-ci suala. Şərtdə deyilir ki, iki cisimdən hər birinin kütləsini 3 dəfə azaldıb, aralarındakı məsafəni 3 dəfə artırsaq, onlar arasındakı cazibə qüvvəsi necə dəyişər? Hər birinin kütləsini 3 dəfə azaldırıq, məsafəni isə 3 dəfə artırırıq. Cazibə qüvvəsinin bayaqçı düsturunu verirəm. F bərabərdir J vuraq M1 M2 bölək R kvadratı. Buradan indi fikir verin, hər birinin kütləsi deyil 3 dəfə azaldıb. Yəni M1 də 3 dəfə azalacaq, M2 də 3 dəfə azalacaq. Fikir verək, 3 dəfə azalır. Oxu aşağıya qoyuram, yəni bu azalmanı göstərir. Oxu yuxarıya qoyanda bu artmanı göstərir. 3 dəfə hər biri azaldısa, 3-3-ə vur 9. Deməli, sürət artıq 9 dəfə azalar. R-ə gələndə isə məsafə 3 dəfə artır. R-in 3 dəfə artmağı demək, R kvadratı olduğundan artıq məxrəcin 9 dəfə artmağı deməkdir. İndi baxın burada F, əlbəttə ki, kəsirin sürətindən düz asılı olduğundan, sürət 9 dəfə azaldığından F də 9 dəfə azalacaq. Amma kəsirin məxrəci ilə tərs asılıdır. Kəsirin məxrəci 9 dəfə artdığından artıq F 9 dəfə azalacaq. 9 vuraq 9 eləyəcək 81, deməli 81 dəfə azalar. Baxaq, Y bəndi doğru cavabdır. 8-ci sualda eynisidir. Gəlin yeni yazaq düsturumuzu. F bərabərdir J vuraq M1 M2 bölək R kvadratı. Buradan gördüyümüz kimi hər birinin kütləsi artıq 2 dəfə artıb deyir. Hər birinin kütləsi 2 dəfə artırsa, onda 2 vuraq 2 4 eləyəcək.
sürət 4 dəfə artar. Aha. Amma məsafə 2 dəfə azalıb, 2-nin kvadratı 4 eləyəcək. Deməli, məxrəcimiz 4 dəfə azalmış oldu. Aha. Buradan gördüyümüz kimi f sürətlə düz asılı olduğundan sürət 4 dəfə artır. Deməli, f də 4 dəfə artacaq. Amma fikir verin, burada f r-in kvadratı ilə, yəni məxrəclə tərs asılı olduğundan məxrəcimiz 4 dəfə azalır. Deməli, f 4 dəfə artacaq. 4 vuraq 4 eləyəcək 16. Deməli, f 16 dəfə artar. Y bəndi doğru cavabdır. 9-da qravitasiya sabitinin vahidi hansıdır? Bayaqlarda qeyd etdik ki, hansı ki f bərabərdir j vuraq m1 m2 bölə r kvadratdır. Buradan j-ni tapanda aldıq ki, f vuraq r-in kvadratı bölə m1 vuraq m2-dir. Gəlin indi buradan vahidi çıxardaq. Fikir verin, f qüvvədir, vahidi olacaq Newton, r məsafədir, vahidi olacaq metr. İndi başında 2 olduğundan, yəni r-in kvadratı olduğundan deməli metrin kvadratı yazmalıyıq. Newton vuraq metrin kvadratı və m-lər də kütlədir. Hər birinin vahidi kiloqramda axı. Kiloqram vuraq kiloqram olacaq kiloqram kvadratı. Deməli, j-nin vahidi oldu Newton vuraq metrin kvadratı bölək kiloqramın kvadratı. Cavab olacaq B bəndi. 10-da qravitasiya sabitini artıq burada BCD-də əsas vahidlərlə ifadə etməyimizi istəyir. Deməli, Newton vuraq metrin kvadratı bölək kiloqramın kvadratı aldıq axı, bax burada bayaqlar. Gəlin açaq. Biz bilirik ki, Newton açılışı 1 Newton bərabərdir. Kiloqram vuraq metr bölək saniyə kvadratdır. Gətirib bax burada yerinə yazsaq, olacaq kiloqram vuraq metr bölək saniyə kvadratı vurulsun metr. Baxın, metrin daha doğrusu kvadratı. Aha, bölək kiloqramın kvadratında yazırıq. Buradan gördüyümüz kimi sürətdə olacaq kiloqram vuraq metrin kubu, məxrəcdə olacaq saniyənin kvadratı vuraq kiloqramın kvadratı. Hansı ki, bu saniyə kvadratı məxrəcə inir. Buradan indi ixtisarımıza aparaq. Bax, kiloqramla bu kiloqramın kvadratı ixtisar gedir. Sürətdə qaldı metrin kubu, bölək kiloqram vuraq saniyə kvadratı. Metrin kubu bölək kiloqram vuraq saniyə kvadratı doğru cavab oldu. B bəndi. 11-ci sualımıza keçək. Bu hissəni silirəm. 11-də şərtdə deyilir ki, kütlələri M1 və M2 olan maddi nöqtələr arasındakı qravitasiya qarşılıqlı təsir qüvvəsinin modulu F-dir. Deməli, M1 və M2 arasındakı bizim qüvvəmiz, yəni F1-2 bərabərdir F-dir. 1 və 3 arasındakı qarşılıqlı təsir qüvvəsini soruşur. F1-3-ü bizdən soruşur. F1-2-ni necə taparam? Əlbəttə ki, J vuraq, M1 vuraq, M2 bölək R kvadratı tapacam. Onda olacaq, yerinə yazaq, indi baxın burada, bərabərdir. J vuraq, M1-imiz verilib M şərtdə, M2-miz verilib 2M, bölək onlar arasındakı məsafənin kvadratı. M1 və M2 arasındakı məsafə gördüyümüz kimi 2 damadır. 2-nin kvadratı olacaq 4. Bunlar ixtisar gedir. Sürətdə 1 məxrəcdə qalır 2. Deməli, aldıq ki, J vuraq, M-in kvadratı bölək 2. Bu F1 2-yə bərabərdir və bu da F verilmişdir şərtdə. Biz aldıq ki, F bərabərdir J vurulsun M-in kvadratı bölək 2. İndi F1 3-ü tapacam. Gəlin buradan tapaq. F1 3 bərabərdir J vuraq, M1 vuraq, M3 bölək artıq onlar arasındakı məsafənin kvadratı. Onda olur, fikir verin, J vuraq, M1-imiz M-dir. M3-ümüz bayaqlar dedik 4M-dir. R məsafə, hansı ki, birinci və üçüncü arasındakı məsafə olacaq artıq. Baxın, gördüyünüz kimi 4 damadır. 4-ün kvadratı olacaq 16. 16 və 4-ü ixtisar aparım. Sürətdə 1, məxrəcdə qalacaq 4. Deməli, bu da bərabər oldu. J vurulsun M-in kvadratı bölünsün 4-ə. Gəlin buradan, hansı ki, J vuraq M-in kvadratını tapaq. J vuraq M-in kvadratını tapsaq, bərabər olacaq 2F-ə. Çarpaz vururam, hansı ki. Aha, gətirək bax burada, indi yerinə yazaq. J vuraq M-in kvadratının yerinə 2F yazsaq, olacaq 2F bölək 4 və 2 və 4 ixtisar gedir. Sürətdə 1, məxrəcdə qaldı 2. Deməli, aldıq F bölək 2. Cavab oldu C bəndi. 12-ci sualımıza keçək. İki cisim arasındakı məsafəni 2 dəfə artırdıqda, onlar arasındakı cazibə qüvvəsi 3 Newton azalarsa, cisimlər arasındakı cazibə qüvvəsinin əvvəlki qiymətini hesablayın. Bu hissəni silirəm.
Aha. Davam eləyək. Deməli, məsafəni 2 dəfə artırıram. Onda yazaram ki, R2 bərabərdir 2 R1-ə. Cazibə qüvvəsi 3 Newton azalar. Baxın, 3 dəfə demir. 3 Newton azalarsa, artıq burada yəni 3 qədər azalır. Çıxaqdan yazmalısınız. Dəfə deyəndə bölərsiniz. Artırmaq deyəndə dəfə, artırmaq deyəndə vururuq. Amma məsələn, tutaq ki, 3 Newton artır deyirsə, onda burada dəfə sözü yoxdur, üstə gərək yazırıq. Yəni burada indi dəfə yoxdur deyə artıq azalar deyir, çıxacam. F2 bərabər olacaq. F1 çıxaq 3-ə. Bizdən qüvvənin əvvəlki qiymətini, yəni F1-i soruşur. F1 bərabər suala. Bayaqlarda qeyd etdik ki, F bərabərdir J vurulsun M1, M2 bölək R kvadratdır. Buradan F R ilə kvadratik tərs asıdır. Yəni F1 bölək F2 bərabərdir R2-nin kvadratı bölək R1-in kvadratı yazacağıq. F1 olduğu kimi saxlayıram. F2-nin yerinə F1 çıxaq 3 yazıram. Bərabərdir. R2-miz 2R1-dir. 2-nin kvadratı 4R1 kvadratı bölək R1-in kvadratını olduğu kimi saxlayaq. R1-in kvadratları getdi, qaldı 4. İndi çarpaz vururam. Bax, 4 vuraq, F1 çıxaq 3. Bərabər olacaq nəyə? F1-ə. Vurub açıram mötərizəni. 4F1 çıxılsın 4 vuraq 3, 12 bərabər oldu F1-ə. Buradan bir tərəfə keçirsək, 3F1 bərabər olacaq 12-yə və F1-ə tapacağıq 4. Deməli, burada bizim qüvvəmizin əvvəlki qiyməti oldu 4 Newton. Keçək indi 13-cü sualımıza. Bu hissəni silək. On üçdə deyir ki, bir-birinə toxunan R radiuslu iki polad küre arasındakı cazibə qüvvəsi F-dir. Hər birinin radiusu 2R olan polad kürələr bir-birinə toxunduqda onlar arasındakı cazibə qüvvəsi nəyə bərabər olar? Fikir verin. İlk öncə R radiuslu polad kürələr bir-birinə toxunur, qeyd edib. İndi bu kürələr arasındakı məsafəni, daha doğrusu kürələrin mərkəzləri arasındakı məsafəni götürməliyik. Bunu göstərək. Birinci kürənin mərkəzi bura olsun, ikinci kürənin də mərkəzi bura. Onlar arasındakı məsafə əlbəttə ki 2R-ə bərabər olacaq. Çünki burada onların R radiusları var. Fikir verin, kürələrin mərkəzləri arasındakı məsafə 2 dənə R-ə bərabərdir. Deməli, birinci halda R1-imiz bərabər oldu 2R-ə. Onlar arasındakı məsafə. Daha sonrasında isə artıq deyir ki, bir-birinə toxunan kürələrin radiusu 2R-dir. Gəlin onda kürələrimizi çəkək. Bu birinci kürəmiz. Bu da ikinci kürəmiz. Burada indi bunların mərkəzlər arasındakı məsafəni tapacağıq. Baxın, hər biri 2R verilibsə, onda ümumi məsafə olacaq 4R. Deməli, artıq R2 bərabər oldu 4R-ə. Uşaqlar götürürlər, asılığı R ilə verirlər, kifayətlənirlər. F-in R-dən asılığını kvadratik tərs asılı olaraq götürürlər. Amma burada kütlə fərqlidir. Fikir verin, hər birinin kütləsinə M desək, birinci halda. İkinci halda artıq bu kürələrin kütlələri dəyişəcək. Nəyə görə? Çünki biz bilirik ki, M bərabərdir rho V-dir. Burada həcm dəyişdiyindən artıq M də dəyişəcək. Həcmin düsturu V bərabərdir 3/4 pi r kubudur kürənin. Yerinə yazsaq, onda 3/4 pi r kubu vuraq rho olmuş olacaq. İndi baxın, burada M R-dən necə asıdır? Kubik düz asıdır. 2-nin kubu 8 eləyir. Deməli, artıq burada 8M yazmalıyıq hər birinə. Gəlin, indi artıq birinci halda qüvvəmizi tapaq. Birinci halda qüvvəmiz F1 bərabər olacaq. J vuraq. Kütlələrin hasili M vuraq M. Bölək onların mərkəzlər arasındakı məsafənin kvadratı. Hansı ki 2R tapmışdıq. 2R'in kvadratı olacaq 4R kvadratı. İkinci halda isə F2-ni tapanda J vuraq. Kütlələr hasili 8M vuraq 8M. O da olacaq 64 M kvadratı. Bölək məxrəcdə onların məsafələrinin kvadrat olacaq. Onların mərkəzlər arasındakı məsafənin kvadratı. Hansı ki 4R'in kvadratı olacaq 16R kvadratı. 64 və 16 8 ixtisar gedəcək. Sürətdə qalacaq 8, məxrəcdə qalacaq 2. Elə 8-dən 2 də ixtisar gedir. Sürətdə 1, məxrəcdə qaldı 4. Deməli aldıq. Burada J vuraq.
4m-in kvadratı bölək r kvadratı. Bizdən nəyi soruşur? Cazibə qüvvəsi nəyə bərabər olar? İkinci hal. Birinci haldakını f deyib, fikir verin. Burada f nəyə bərabərdir? Baxın, j vuraq, m-in kvadratı bölək 4r kvadratına. İndi buradakı ifadəni istəyir. Gəlin burada j vuraq, m-in kvadratı bölək r kvadratını tapaq. Bu bərabər olacaq 4 vurulsun f-ə, yəni 4f-ə. İndi bax, burada yerinə yaza bilərəm. J vuraq, m-in kvadratı bölək r kvadratı. Yerinə yazsaq, olacaq 4f vuraq 4. 4 4-ə vur 16. Deməli, 16f olmuş oldu. Baxaq, A bəndi doğru cavabdır. Keçək 14-cü suala. Şərtdə deyilir ki, bir-birinə toxunan r radiuslu iki polad kürə arasındakı qravitasiya cazibə qüvvəsi F-dir. Hər birinin radiusu r bölək 2 olan polad kürələr bir-birinə toxunduqda onlar arasındakı qravitasiya cazibə qüvvəsi nəyə bərabər olar? Eyni halda. Yenə baxın, radiuslar verilib birinci halda. Əlbəttə ki, onlar arasındakı məsafə r1 bərabər olacaq. R üstə gələk r olacaq 2r. Hər birinin kütləsinə də m deyəcəyik. Baxın, gəlin kürələrimizi göstərək. Gördüyümüz kimi, bu da bizim olduğu kürələrimiz. Onlar arasındakı məsafəni tapanda qeyd etdiyim kimi mərkəzi götürəcəyik. Hər birinin radiusu r olduğundan 2 dənə r olmuş olacaq gördüyümüz kimi məsafə. Hər birinin də kütləsinə m deyirəm. İkinci halda isə artıq burada bizim radiusumuz olub artıq r bölək 2. R bölək 2-dirsə, onda r bölək 2 üstə gələk r bölək 2 olacaq artıq onlar arasındakı məsafəni tapanda. Bu da olacaq r-ə bərabər. 2 vuraq r bölək 2 olur. Deməli, ikinci halda artıq onlar arasındakı məsafə r-ə bərabər olmuş oldu. Qeyd etdiyim kimi kütlələr də dəyişəcək. Hansı kütlə m, r-in kubu ilə düz asılı olmuş olacaq. Və burada fikir versəz, radius 2 dəfə azaldığından deməli, kütlə artıq 2-nin kubu qədər azalmalıdır. O da 8 edir 2-nin kubu. Deməli, artıq kütlələrimiz olacaq m bölək 8 və m bölək 8. Birinci halda gəlin tapaq qüvvəmizi. Hansı ki, F1-i tapanda olacaq. J vurulsun. Kütlələrimiz m vuraq m. O da olacaq m-in kvadratı. Bölək. Onlar arasındakı məsafənin kvadratı 2r-in kvadratı. O da olacaq 4r kvadratı. Və buna da f deyilir. Fikir verin. Şərtdə verilmişdir. İkinci haldakı qüvvəmizi tapanda j vuraq. Kütlələr hasili m vuraq m bölək 8 vuraq m bölək 8 olacaq. O da m-in kvadratı bölək 64 və bölünsün. Onlar arasındakı məsafənin kvadratı olacaq. Fikir verin, onlar arasındakı məsafəyə də r tapdıq. Deməli, r-in kvadratı olmuş olacaq. Və buradan da bu 64 məxrəcə enir. Olacaq j vuraq m-in kvadratı bölək 64 r-in kvadratı. İndi gəlin baxın, burada yuxarıda j vurulsun m-in kvadratı bölək r kvadratını tapaq. Olacaq, əlbəttə ki, 4 vuraq f 4f. Gətirək, bax bunu, gördüyünüz burada yerinə yazaq. Olacaq 4f bölək 64. 4 və 64 ixtisara aparırıq. Olacaq, sürətdə 1 məxrəcdə olacaq 16. Deməli, cavab alındı. F bölünsün 16. Baxaq, cavab oldu C bəndi. 15-ci sualımıza keçək. Ardıcıllıqla açar sözlərdən istifadə etməklə mətni tamamlamağımız istənir. Fikir verin, birinci cisimimizin kütləsi m1, m-dir. İkinci cisimimizin kütləsi m2, 3m verilmişdir. Şərtdə deyilir ki, daha doğrusu mətndə deyilir ki, iki cismin qarşılıqlı təsiri zamanı bu zaman cisimlərə təsir edən qüvvələr modulca bərabər olub istiqamətcə əks yönəlir. Deməli, bura gedəcək 5. Bu zaman cisimlərin təcilləri 3, kütlələri ilə tərs asıdır. Bunu Newton qanunları dərsindən keçmişdik. Deməli, bura 4 gedəcək, tərs mütənasiblik. Məsələn, şəkildə göstərilmiş iki cisim arasındakı qravitasiya qarşılıqlı təsir zamanı birinci cisimə tərs edən qüvvə, bu zaman birinci cisimə tərs edən qüvvəmiz yönələcək sağa doğru. 2.
İkinci cismə təsir edən qüvvə isə sola doğru yönəlmiş olacaq. 1 buraya gedəcək. Qravitasiya qüvvəsi cisimlərin kütləsindən asılı olsa da necə asılılığını qeyd edir? Qravitasiya qüvvəsi cisimlərin kütləsindən düz asılıdır. Hansı ki F bərabərdir J vuraq M1 M2 bölü R kvadratından bunu deyirik. Düz mütənasib asılılıq 6-da qeyd edilib. Cisimlərin təcilləri isə kütləsindən tərs mütənasib asılıdır. Bura 4 gedəcək. Deməli 5, 3, 4, 2, 1, 6 və 4 olacaq. 5, 3, 4, 2, 1, 6, 4. C bəndi doğru cavabdır. Beləliklə, əziz abituriyentlər, burada olan izahlarımız sona çatdı. İnşallah digər bölmənin izahında görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.